Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 13-ü həftənin bazar ertəsi günüdür və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bu şəxslərə 1600 manat pul veriləcək. Kimlərdə onlar? Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrum etmə cəzasını başa vurmuş və tibbi sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir. News 365 saytı xəbər verir ki, bu hüquq Azərbaycan Respublikası vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib 3 ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur. Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əmək haqqının 4 misli, yəni 1600 manat təşkil edir. Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu 3 il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətin yenidən uyğunlaşmasına dəstək məqsəd daşıyır.